Salam, hər birinizi xoş gördük. MİQ və sertifikasiya imtahanı hazırlaşan müdavimlər. Hər birinizə imtahanda uğurlar arzu edirəm. Ümid edirəm ki, istədiyiniz nəticəni əldə edəcəksiniz. Bugün sertifikasiya imtahanında istifadə edilmiş digər məsələlərə nisbətən çətin tipli məsələnin izahına bir yerdə baxacaq. Vaxt itirmədən keçək məsələmizin şərtinə. Nisbi rütubət 20% olan 10 kub metr havada 40 qram su buxarı çatışmır. Temperatur 10 dərəcə Selsi artarsa 2 kub metr havada neçə qram su buxarı çatışmaz. Burada nəyə diqqət edirik? 10 kub metr havada 40 qram su buxarı çatışmırsa, biz 40-ı bölərik 10-a, taparıq ki, 1 kub metr havada 4 qram su buxarı çatışmır. Nə qədər? 1 kub metr havada 4 qram su buxarı çatışmır. Əgər bu 4 qram çatışsaydı 100% olardı. Yəni, elə bil ki, belə təsəvvür eləyək ki, 20% var neçəsə qram. Bu 4 qram 80%dir. Toplayanda 100% eləyəcək. Ona görə də biz 4 qramı 80% götürürük. X qramı götürürük 100%. Buradan tənasübümüzü həll edəndə, sadə tənasübdür, X bərabərdir 5 qram. Və biz bilirik ki, hansı temperatura malik olan 1 kub metr havada 5 qram su buxarı olur? Təbii ki, 0 dərəcə Selsi. 0 dərəcə Selsi temperatur olan 1 kub metr havadan söhbət gedir. Çatışmayan 4 qramdır, yəni 5 qram maksimum su buxarı ola bilər. Çatışmayan 4 isə deməli hazırda var 5 çıxılsın 4, 1 qram. 1 kub metr havada. Amma burada 2 kub metr hava deyir. 2 kub metrdə də olacaq təbii ki, 2 kub metrdə də olacaq. 2 vurulsun 1, 2 qram. Bu 2 qramı yadda saxlayırıq kənarda. Daha sonra ikinci etapda nəyə fikir veririk? Temperatur 10 dərəcə Selsi artarsa, sıfırdan söhbət gedir. Temperatur 0 dərəcə Selsi olan havadan söhbət gedir. 10 dərəcə artarsa, növbəti etapda nəyə fikir veririk? Bu olacaq 10 dərəcə artsa 0 plus 10, 10 dərəcə Selsi. 1 kub metr havada bilirik ki, 9 qram su buxarı olur. Amma 2 kub metr havadan yenə deyirik. Məsələmiz şərtində söhbət gedir. Təbii ki, 2 kub metr havada da 2 vurulsun 9, 18 qram olacaq. Yəni, hazırda var 2 qram, amma olmalıdır 18 qram. Nə qədər çatışmır? 18 çıxılsın 2 bərabərdir 16 qram. Testimizin doğru cavabı, sualın doğru cavabı 16 qramdır. Yəni, sualda yanlışlıq olmayıb. Müəyyən müdavimlər var ki, yanlışlıq var deyə fikir bildirdilər. Ona görə də sizlər üçün bu məsələnin izahını da vermiş olduq. Hər birinizə yenə bir daha uğurlar arzu edirəm. Təşəkkür edirəm hər birinizə izlədiyiniz üçün.